Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. İbtidai MİQ sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün növbəti qəbul tipli sualın izahını təqdim edirəm. Gəlin keçək izaha. 200 kilometrlik yolun yarısı asfalt, yarısı torpaq yoldur. Mavi və sarı maşınların asfalt yolda sürəti 100 km/saat, torpaq yolda sürəti isə 50 km/saatdır. Bu maşınlar qarşı-qarşıya hərəkət edərsə, neçə saatdan sonra görüşəcəklər? Deməli, şərtdə bizə 200 kilometrlik deməli, məsafəsi olan bir yol verilib. Gəlin vizual olaraq təsvir edək. Deməli, 200 kilometrlik yoldur. Deyir, həmin yolun yarısı asfalt, yarı hissəyə bölünür. Yarısı asfalt, digər yarısı nədir? Torpaq yoldur. Torpaq yoldur. Deyir, mavi və sarı maşınlar asfalt yolda sürəti nədir? Bura asfaltdır. Asfalt yolda sürəti olacaq 100 km/saat. Bəs torpaq yolda nə qədərdir? 50 km/saat. Yəni, torpaq yolda 50 km-lə gedir. Asfalt yolda isə 100 km/saatla gedir. Deməli, mavi maşın buradan, sarı maşın isə buradan çıxacaqlar. Deyir, bunlar qarşı-qarşıya hərəkət edərlərsə, neçə saatdan sonra görüşərlər. Yəni, o mavi maşın bu hissədən çıxır, sarı maşın isə bu hissədən çıxır. Torpaq yolda 50 km/saatla gedir, mavi maşın isə 100 km/saatla gedir. Deməli, bir saatda mavi maşın nə qədər yol getmiş olar? Sürəti 100 km-dir, elə 100 km-də getmiş olacaq. Deməli, bir saatda 100 km getdi. Gəldi, çatdı yolun yarısına. Bəs sarı maşın bir saatda nə qədər, yəni nə qədər yol qət etmiş olacaq? O da bir saatda 50 km. Demək, 50 km gələcək, qalacaq burada 50 km məsafə. Deməli, bir saatda da 50 km getdi. Deməli, 100 km-lik sürəti olan maşın gəldi, çatdı yarıya. Bunların arasında nə qədər məsafə qaldı? 50 km məsafə qaldı. İndi gəlin burada müəyyən diqqət tələb olunan nüansa nəzər yetirək. Əgər bu demək asfalt yolu gedərsə, demək yolun yarısını getmiş olacaq və torpaq yola çıxmış olacaq. Torpaq yolda sürəti nə qədər olacaqdır? Artıq 100 km olmayacaq. Artıq olacaq 50 km. Axı deyir, torpaq yolda 50 km/saat sürət olur, yəni sürətləri. Ona görə də 50 mavi maşın olacaq, 50 km-də sarı maşın olacaq. Sürətləri ümumilikdə eləyəcək 100 km/saat, 100 km/saat. Bunların arasında da 50 km məsafə qalıb. 50 km məsafəni də neçə saata getdiklərini tapmaq üçün 50 km məsafəni onların sürətləri cəmi, yəni qarşı-qarşıya hərəkət etdikləri üçün sürətləri cəminə bölməliyik. 50-ni də deməli 100-ə böləndə 0,5 saat eləyir. Bunlar əvvəlcə 1 saat yol getmişdilər. Yəni 1 saat var idi kənarda. İndi də 0,5 saat yol getdilər. Bunları da toplayanda ümumilikdə nə qədər eləyir? 1,5 saat eləyir. Deməli, bizdən də nəyi soruşur? Deyir, bu maşınlar qarşı-qarşıya hərəkət edərsə, neçə saatdan sonra görüşəcəklər. Deməli, onlar qarşı-qarşıya hərəkət edərsə, ümumilikdə 1,5 saat vaxt sərf edəcəklər. Cavab olur B variantı. Bu qədər dəyərli müəllimlər. Siz də bu tipli sualların yenidən növbəli şəkildə, davamlı şəkildə paylaşmağını istəyirsinizsə, kanalımıza abunə olub bizə dəstək olmağı unutmayın. Sağ olun müəllimlər.